Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Sizləri maraqlandıran suallarla bağlı İpotekada kredit zəmanət fondu mütəmadi olaraq Facebook səhifəsi üzərindən canlı yayımlar təşkil edir. Bugünkü canlı yayımımız satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin xüsusiyyətləri, əldə olunmuş məsələlər və gələcək gözləntilərlə bağlı olacaq. Sualları Fondun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov cavablandıracaq. Hörmətli izləyicilər, diqqətə çatdırmaq istəyirəm ki, sizdə maraqlandıran suallar olarsa, canlı yayımın şərh bölməsinə yaza bilərsiniz. Xoş gördük, Aslan müəllim. Mən istəyirəm söhbətimizə statistikadan başlayaq. 2025-ci ilin nəticələri 2024 ilə müqayisədə necə oldu? Hansı ərazilərdə, hansı ünvanlarda nə qədər mənzil vətəndaşlara təqdim olundu? Onların seçimini təqdim olundu. Buyurun. Çox sağ olun suala görə. Mən də buradan izləyicilərimizi salamlayıram. Məlum olduğu üzrə kirayə mənzil mexanizminin fəaliyyətinə biz sizin də qeyd etdiyiniz 2020-ci ilin mart ayından etibarən start vermişik və mexanizmin yaradılmasının əsas məqsədi ölkəmizdə vətəndaşların mənzil tələbatının ödənilməsinə yönəlibdir. Və kirayə mənzil mexanizmi bildiyiniz kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 25 yanvar 2019 tarixli fərmanla təsdiq olunubdur və bu günlərin mexanizmi maraq çox böyüdür. Biz bunu həm ildən-ilə artan müraciətlərin sayında, rəsmiləşmələrin sayında görə bilirik və statistik göstəricilərə də diqqət etsək, 2020-ci ildən bugünə kimi artıq 9300 kirayə mənzil müqaviləsi imzalanaraq vətəndaşlara mənzillər təhvil verilibdir və təkcə keçən il bu rəqəm 2813 müqavilə olmuşdur. Yəni bu da əvvəlki illərə nisbətən daha çoxdur və bu rəqəmlər də 2026-cı ildə də daha da artıq olması gözlənilir. Və kirayə müqaviləsi bağlanılan vətəndaşların, kirayəçilərin əksəriyyətini gənclər və gənc ailələr təşkil edir və bunun da statistik göstəriciləri 60%-dən çoxunu təşkil edir. Və bu günlərin də mexanizm fəaliyyəti davam etməkdədir və keçən il qeyd etdiyimiz kimi bir sıra ünvanlarda, yeni ünvanlarda vətəndaşlara mənzillər təklif olundu və 2020-ci ildən bugünə kimi 17 fərqli ünvanda mənzil təklif olunmuşsa, bu Abşeron, Bakı şəhərində, Sumqayıt şəhərində, eyni zamanda Abşeron rayonunda yerləşən yaşayış komplekslərində olan mənzillərdir. Bu ildə, keçən ildə həmçinin yeni ünvanlar qeyd etdiyim kimi Bakı şəhərində Binəqədi rayonu Cəfər Xəndam küçəsində, eyni zamanda Binəqədi rayonu Biləcəri qəsəbəsində və Sumqayıt şəhərində Sahil küçəsi və Sülh prospektində yeni mənzillər vətəndaşlara təklif edilir. Aslında 2024-lə müqayisədə 2813 dediniz. Yəni burada artım var idi, illik artım da var idi. Siz belə deyək, 5 illik rəqəmlər dediniz, təxminən 9000 civarında və bir də 2024-də nə qədər idi? 2024-də 1872 sayda müqavilə edisə, bu rəqəm artıq 2025-ci ildə 2813 sayda. Təxminən 1000-ə yaxın bir artım var idi. Aslan dediniz ki, maraq çoxdur. İstəyirəm bunu biraz detallı izah edək. Yəni həm elektron ipoteka kredit zəmanət sistemi üzərindən müraciətlər, eyni zamanda asan xidmət, asan xidmət mərkəzlərində belə deyim, fondun bölünməsi fəaliyyət göstərir. Müqayisədə bax, həm sistem üzərindən, həm də ki, bu xidmət mərkəzlərinə müraciətdə necə orada artımlar ciddidirmi? Ümumiyyətlə, belə deyək ki, hər ay götürə, yəni 3 aylıq götürə, belə bir rəqəmlər varmı? Necədir müraciətlər? Demək olar ki, sizin də qeyd etdiyiniz kimi, ümumiyyətlə biz asan xidmət mərkəzlərindən, yəni kirayə mexanizmi çərçivəsində asan xidmət mərkəzlərindən əməkdaşlıq edirik və burada bilirsiniz ki, bizim fondun əməkdaşları tərəfindən 2 saylı Asan Kommunal Mərkəzində və Sumqayıt Asan Xidmət Mərkəzində vətəndaşların həm məlumatlandırılması, həm də sənədlərin qəbulu prosesləri icra olunur. Təbii ki, biraz öncə də qeyd etdiyim kimi, kirayə mənzil mexanizminin maraq ildən-ilə artmaqdadır və təkcə keçən il elektron müraciət göndərənlərin sayı 31 mindən çox olub. Bu da əvvəlki ilin göstəricilərindən 2 dəfə çoxdur. Yəni, bu da onun deməyə əsas verir ki, bu həm də özünü rəsmiləşmələrin sayına da təsir etmiş olur. Təbii ki, burada bir çox məqamlar əlbəttə ki, burada kirayə mənzil mexanizminin özünün xas üstünlükləri, xüsusiyyətləri olması ilə əlaqədardır. Təbii ki, birazdan bunlar barəsində də detallı məlumat verəcəm. Yəni, bunun da orta statistik göstəriciləri əgər göstərsək, hər aya 2000-dən çox müraciətin daxil olması deməkdir. Yəni, bu rəqəmlər 2000-dən çox vətəndaş müraciəti daxil olur. Bilirsiniz ki, bu günlərin müraciətlər də elektron sistem tərəfindən tam avtomatik şəkildə olunur. Yəni, hər bir vətəndaş və yenilik olaraq da qeyd etmək olar ki, bu günlərin
artıq vətəndaşlar təkcə SIM-a imza ilə asan imza ilə deyil, eyni zamanda SIM-a token elektron imza sertifikatını deyil. Bu yaxınlarda yenilik də edildi və onlara vətəndaşlar üçün SIM-a imza vasitəsilə də elektron müraciətlərini göndərmə imkanı yaradıldı və hər bir vətəndaş müraciətini göndərdikdən sonra elektron sistem tərəfindən avtomatik növbəlik əsasında onlara görüşlər təyin olundu. Çox sağ olun Aslan müəllim. Mən istəyirdim bu mexanizmin belə deyək, əsas xüsusiyyətləri, şərtləri və bir də üstünlüklərini sadalayasınız. Yəni çünki maliyyə yaşayış alətlərindən digər ipoteka krediti var, dövlət ipotekası, digər bankların özəl ipotekaları, hətta ki tikinti şirkətlərin, mənzil tikinti kooperativlərinin özlərinin müdaxili belə də bir ipoteka satışları olur. Bax, bunların bir xüsusiyyətlərinə toxunaq və kirayə mənzilinin üstünlüklərini sadalayaq. Yəni bu vətəndaşların üçün nə qədər cəlbedicidir? Çox sağ olun, suala görə bir daha mənim. Ümumiyyətlə qeyd etmək lazımdır ki, kirayə mənzil mexanizminin əlbəttə ki, hər bir layihənin olduğu kimi kirayə mənzil mexanizminin özünə xas xüsusiyyətləri, üstünlükləri var. Təbii ki, burada müəyyən tələblər də var. Yəni bu günlərin kirayə mənzil mexanizmindən bilirsiniz ki, yaşı 60-dan yuxarı olmayan, müraciətanın yaşı 60-dan yuxarı olmayan, vaxt keçmiş aktiv risk öhdəliyi olmayan və rəsmi gəlirlərə malik olan Azərbaycan vətəndaşları faydalana bilirlər. Və təbii ki, kirayə mənzil mexanizminin bir çox xüsusiyyətlərini, üstünlüklərini sadalamaq olar. İlk öncəsi burada ilkin ödəniş tələbinin olması. Yəni bu məqam vətəndaşlara imkan verir ki, yəni qabaqcadan aylıq ödənişlərin ən azı 12 mislini ödəməklə müqavilə rəsmiləşdirə bilsinlər. Bu da təbii ki, maliyyə cəhətdən, yəni şəxsi yığımları yetərli olmayan vətəndaşlar üçün bir imkan deməkdir. Bilirsiniz ki, bir sıra layihələrdə ilkin ödəniş tələb olunur. Kirayə mənzil mexanizmində isə 25 illik müqavilənin yalnız bir illik qabaqcadan ödəməklə müqaviləni rəsmiləşdirə bilir. Yəni növbəti 24 il isə aylıq ödənişlərini icra etmək yolu ilə müqavilə rəsmiləşdirə bilir. Digər bir üstünlüklərindən biri isə bugün bilirsiniz kirayə mənzil mexanizmində faiz yoxdur. Yəni burada fondun gəlirliyi nəzərdə tutulmayıbdır. Yəni burada vətəndaşlar aylıq ödənişlər hesablanarkən mənzillər üzrə mənzilin dəyərinin üzərində müəyyən qaydalarda nəzərdə tutulmuş xərclər hesablanmaqla aylıq ödənişlər hesablanır. Bu da nəticədə aylıq ödənişlərin bir qədər daha aşağı olmasına təbii ki, burada əraziyə uyğun dəyişir. Yəni bugündən Bakı şəhərində 411 manatdan da başlayan mənzillər oldu layihə çərçivəsində, Sumqayıtda 296 manatdan, Abşeron rayonunda 268 manatdan. Təbii ki, bunlar da ildən-ilə təbii ki, müəyyən layihələr üzrə dəyişir. Yəni dövrün tələblərinə uyğun olaraq qiymətlərdə də müəyyən dəyişikliklər olur. Minimal təbii ki, aylıq ödənişlər qeyd etdiyim rəqəmlər üzərindən hesablanmışdır və eyni zamanda burada digər məqamlar da qeyd etmək olar, yəni üstünlükləri də qeyd etmək olar. Burada proseslər tam avtomatlaşdırıldığından, yəni sürətlə həyata keçirilir. Yəni bu günlərin vətəndaşlar elektron müraciətinin göndərilməsindən yaşayış sahəsi seçim anına kimi proseslər tam avtomatlaşdırılmış şəkildə sürətlə icra edilir və bu da imkan verir ki, ən qısa vaxtda vətəndaşlar həm müraciətlərini göndərsinlər, həm qərarlarını alsınlar və yaşayış seçimi imkanlarından faydalanmış olsunlar. Digər bir məqamlardan biri də burada təhlil prosesinin daha sadə olmasıdır. Yəni bu günlərin vətəndaşların gəlirləri qiymətləndirilərkən, yəni onların ödəmə qabiliyyətləri qiymətləndirilərkən, bilirsiniz ki, bugün kirayə mexanizmində vətəndaşların gəlirləri və kredit tarixçəsinə uyğun olaraq qiymətləndirmə icra olunur və burada da çox sadə qiymətləndirmə tələbi icra edildiyindən, yəni bu da vətəndaşlara imkan yaradır ki, onlar kirayə mənzil mexanizminin çıxış imkanlarını artırmış olur. Yəni bu da onunla əlaqədardır ki, bugün bilirsiniz ki, mexanizmdən təkcə muzdluq işlə əlaqədar fəaliyyətlə məşğul olanlar deyil, yəni burada dövlət sektorunda, özəl sektorunda fəaliyyətlə məşğul olanlar deyil, eyni zamanda sahibkarlıq fəaliyyətlə məşğul olanlar da kirayə mexanizmindən faydalana bilirlər. Burada sadəcə tələb ən azı 12 aylıq sahibkarlıq fəaliyyətlə məşğul olması tələb olunur vətəndaşlardan. Eyni zamanda qeyri-sahibkarlıq fəaliyyətlə məşğul olan vətəndaşlar da müraciət edə bilirlər. Yəni burada misal olaraq faiz gəlirləri əldə edə bilirlər, hansısa bir əmanət üzrə və yaxud da icarəyə verdikləri hansısa bir əmlakdan icarə haqqı əldə edirlər. Dividendlər ola bilər. Təbii ki, bunlar da əlbəttə ki, rəsmi sənədlərlə təsdiqini tapdıqda müraciət edərək gəlirləri qiymətləndirilə bilir. Əlavə olaraq bu mexanizmlə cari transfer əldə edən vətəndaşlar, bunda təqaüd olanlar da, təqaüd olan pensiya alanlar, eyni zamanda sosial müavinət alan vətəndaşlarımız, hətta aliment alan vətəndaşlar belə, bəli, onlar tək aliment alan vətəndaş belə rəsmi sənədlə təsdiq edirsə gəlirini müraciət edə bilər. Və sabit vergi ödəyiciləri üçün də imkan yaradılıb bu mexanizm çərçivəsində bu günlərin ölkə üzrə minimum əmək haqqına uyğun olaraq həmin sabit vergi ödəyicilərinin fəaliyyət dövrünə uyğun olaraq fond tərəfindən onlara gəlir müəyyən olur.
Riski sabit vergi ödəyiciləri öz gəlirlərini tam göstərə bilmirlər. Yəni sabit məbləğdə vergi ödəmələri həyata keçirirlər. Təbii ki, həmin vətəndaşlarımız da bu bərbərlər ola bilər, dülgər fəaliyyətlə məşğul olan soyucular bilər. Vətəndaşlar müraciət etdikdə onların gəlirləri də hesablanır. Təbii ki, kredit tarixçəsinə də toxunmaq istərdim. Yəni bu günlərin bir risk mexanizmi çərçivəsində mənfi kredit tarixçəsi olan vətəndaşlarımız belə müraciət edərək mexanizmdən faydalana bilirlər. Belə ki, qeyd etmək lazım ki, bu gün mənfi kredit tarixçəsi olan bir çox vətəndaş adi kredit məhsullarından faydalana bilmirlər. Yəni krediti belə əldə edə bilmirlər, çünki tarixçələrində bir necə deyirlər, gecikmələr olduğu üçün bəli. Kirayə mənzil mexanizmində isə təbii ki, həmin tarixçəyə uyğun olaraq qiymətləndirmələr həyata keçirilir. Yəni ölkə üzrə minimum yaşayış minimuma uyğun olaraq onların tarixçəsindən asılı olaraq müsbət qiymətləndirmə tarixçəsi olan vətəndaşlar var, qənaətbəxş və mənfi kredit tarixçəsi və ona uyğun olaraq qiymətləndirməsi həyata keçirilir və onlara aylıq ödəmə qabiliyyəti müəyyən edilir. Doğan Aslan müəllim, bizim izləyicilərimizdən xeyli suallar gəlib, bir çox ipoteklə ilə bağlıdır. Mən ona ən sonunda aydınlıq gətirəcəm. Şahin Əsgərov adlı izləyicimiz soruşur ki, salam, hər vaxtınız xeyir olsun. Əgər mənə kirayə mənzil ödənişində, əgər mən kirayə mənzil ödənişində çətinlik çəkirəmsə, hər hansı bir gecikməm varsa, güzəşt nəzərdə tutula bilirmi? Yəqin ki, Şahin bəy soruşur ki, maddi vəziyyətlə problem yaranan vətəndaş faktor olur. Ümumiyyətlə, kirayə mənzil mexanizmində maliyyə resursiyası qaydalarının təsdiq olunur. Bu da təbii ki, kirayəçilərə bir növ dəstəkli ödəmə qabiliyyətlərini, daha doğrusu ödəmə qabiliyyəti tam və ya qismən itirmiş kirayəçilərə bir dəstəkdir. Vətəndaş müraciət edərək, yəni həqiqətən də gəlirlərinin azalma səbəbi, ödəmə qabiliyyətinin zəifləmə səbəbini təsdiq edici sənədlər fondu təqdim etdiyi təqdirdə, yəni təhlilin əsasında güzəşt tətbiq oluna bilər. Bəli, təbii ki. Bir izləyicimiz də yazır ki, regionlarda konkret olaraq Naxçıvan göstərib ki, yəni orada da gələcəkdə ola bilərmi o kirayə mənzil mexanizmi tətbiqi? Ümumiyyətlə, kirayə mənzil mexanizmində biraz öncə qeyd etdiyim ünvanlar, yəni 12 fərqli ünvanda fond tərəfindən mənzillər təklif olunubdur. Yəni bu günlərin fond yeni ünvanlarda mənzillər almamışdan əvvəl, təklif ediləcək mənzillər almamışdan əvvəl vətəndaşların istək və tələblərini öyrənir. Hansı ərazilərə daha çox üstünlük verdikləri, hansı yaşayış komplekslərinə daha çox üstünlük vermələri barədə sorğular həyata keçirilir, ictimai sorğular həyata keçirilir, onların istək və tələbləri öyrənir və bu tələb əsasında həmin ünvanlardan daha çox üstünlük verilən ünvanlardan mənzil alınır. Və bu gün də göstəricilər onu göstərir ki, vətəndaşlar daha çox şəhər və şəhər ətrafı ərazilərə üstünlük verirlər. Bu da təbii ki, Bakı şəhəri, Abşeronlar da daha çox məskunlaşma, bəli, həmin ərazilərə üstünlük verir. Təbii ki, burada bir məqamı da qeyd etmək lazımdır. Bugün fondun aldığı mənzillərə dair, yaşayış sahələrinə dair müəyyən tələblər də var. Qaydalarda, yəni bugün bilirsiniz ki, inşası 2013-cü ildən sonra tam başa çatdırılmış mənzillər olmalıdır. Mənzillərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mənzillərdir, tam təmirli mənzillərdir. Eyni zamanda mənzillər bütün sanitar avadanlıqlarla təşkil olunubdur, qonum avadanlıqları təşkil olunubdur, infrastruktur cəhətdən əlverişli şəraitə malikdir. Təbii ki, belə tələblər dəyərləndirilərək vətəndaşların istədiyi tələbləri gələcəkdə həmin ərazilərdən də mənzillər alına bilər. Doğan Aslan müəllim, mən istəyirdim bu qeydiyyatlara və müraciət, qeydiyyat, görüş, seçim və bu prosesləri qısa izah edərsiniz ki, yəni dediniz ki, bu proses avtomatlaşdırılır, bir də A nöqtəsindən Z nöqtəsinə qədər vətəndaş qısaca bunda xatırladaq bizim izləyicilərimiz üçün tam aydın olsun. Bunun üçün əslində proseslər tam sadədir. Yəni bizim həm ipotek fondunun rəsmi internet səhifəsində, eyni zamanda YouTube səhifəsində də videoroliklərdə yerləşdirilibdir. Qısaca olaraq vətəndaşdan yalnız tələb olunur ki, 3 elektron sertifikatdan birinə sahib olsun. Bu asan imzadır, token, SIMA token sertifikatı və yaxud da ki, asan imza sertifikatı ola bilər, daha doğrusu SIMA imza sertifikatı ola bilər. Yəni bu 3 vasitələrdən biri ilə EGOV portalına daxil olmaqla yaşayış sahəsi satın ipotek kredit zəmanət sisteminə, yaşayış sahəsi satın kirayə mənzil bölməsinə daxil olur və orada öz elektron kabinetini formalaşdırır. Yəni kabinet də tam avtomatik olaraq özü formalaşır, yəni sadəcə vətəndaşların müəyyən addımları icra etməsi tələb olunur və həmin addımları icra etdikdən sonra elektron kabinet formalaşır, yəni vətəndaşın elektron ərizəsi formalaşır və elektron ərizəsini nəzərdən keçirdikdən sonra vətəndaş müraciətini göndərə bilir. Yadda saxla edir, yəni elektron ərizəsini yadda saxla edir və müraciətini göndərir.
müraciətini göndərmiş ərizəçilərə sistem tərəfindən növbəllik əsasında avtomatik şəkildə görüş günü təyin olunur. Və artıq görüş günündə vətəndaşlar görüşdə iştirak edərkən, biraz öncə qeyd etdiyim Asan Xidmət Mərkəzlərində 2 saylı Kommunal Xidmət Mərkəzi və Sumqayıt Asan Xidmət Mərkəzində görüşdə iştirak edərkən sistem tərəfindən məlumatların tam elektron əldə olunduğu üçün, yəni bu gündən bilirsiniz ki, iş yerinə dair arayışlar, ailə tərkibi haqqında arayışdır, nikah sənədidir və digər zəruri sənədlər, hansı ki tələb olunan sənədlər, bunların hamısı sistem tərəfindən əldə olunur. Və bu sənədlər də tam sistem tərəfindən əldə olunduğu üçün vətəndaşlar görüşə gələndə əlavə sənəd tələbi yaranmır. Təbii ki, bəzi hallarda vətəndaşlar gəlirlərini çox göstərə istəyərlər. Belə ki, bu günlərin ola bilər ki, hər hansı bir vətəndaş bonus alır, mükafat alır iş yerindən və yaxud da əlavə gəlirləri var və bunları da rəsmi sənədlə təsdiq edirsə, hesabdan çıxarış ola bilər və digər zəruri sənədlər və təbii ki, o sənədləri təqdim edə bilər və təbii ki, həmin təqdim olunmuş sənədlər əsasında da hesablanması aparılır. Və qərarını almış vətəndaşlar, müraciətini təsdiq etdikdən sonra vətəndaş 5 iş günü ərzində vətəndaşlara qərar çıxarılır. Bəli, razılıq barədə qərarını almış vətəndaşlar artıq 7 iş günü ərzində mənzil seçim imkanından faydalana bilirlər. Və mənzil seçimini etdikdən sonra vətəndaşlarımız əlavə 7 iş günü ərzində artıq onların rəsmiləşməsi prosesi gedir. Təbii ki, bu sadalığın bütün müddətlər, 5 iş günü, 7 iş günü, bunların hamısı ən qısa vaxtda icra olunur. Yəni təcrübədə hətta bunların bütün bu proseslər 3 iş günü ərzində də icra olunması zəruridir. Şəxsən mənim özüm üçün maraqlıdır. Yəni bu evi almış kirayə mənzil gəlmiş insan sonradan belə 5 il vaxt satmamış daha tez müddətdə bu evi satar, bağışlaya bilərmi? Belə bir bu var mı? Ümumiyyətlə, kirayə mənzili mexanizmində əgər vətəndaş mənzili mülkiyyətinə çevrilibsə, burada da bilirsiniz, kirayə mənzili mexanizmində tam ödəniş və qismən ödəniş imkanları var və hətta bu günlərin mexanizmi çərçivəsində ödənişlərini tam icra edən bir neçə kirayəçimiz də var və mülkiyyət hüququ əgər vətəndaşın özünə keçibsə, artıq vətəndaş öz mənzilini başqa şəxsə rahatlıqla sata bilər. Eyni zamanda burada öhdəlik ötürmə imkanlarına da faydalana bilər. Təbii ki, buranın da hamısı elektronlaşdırılıbdır. Yəni vətəndaşlar bunun üçün elektron kabinetlərinə müraciət göndərə bilirlər. Və təbii ki, burada da müəyyən hallar var, tələblər var. Yəni bu günlərin kirayə müqaviləsi bağlamış vətəndaşlarımız 12 aydan tez öhdəlik ötürmək üçün müraciət edə bilmirlər. Və müraciət etmiş vətəndaşların da təbii ki, təklif etdikləri yeni namizəd tələblərə uyğunluğu qiymətləndirilir və o qiymətləndirmənin nəticəsinə uyğun olaraq qərar qəbul edildikdə öhdəlikini digər şəxsə ötürə bilir. Əslən, bir sual da var izləyicimiz tərəfindən. Deyir ki, mən 2 ilə yaxındır ki, yaşayıram. Sualım bundan ibarətdir ki, mənzilimdə hər hansı bir dəyişiklik, cam, balkon artıra bilərəm və bunun üçün fonddan və yaxud da ki, MTK-dan icazə almalıyam. Bağlı yaxşı olar ki, MTK-nın özündən danışılsın, çünki binanın mülkiyyətçisi olaraq, yəni fond tam sayılır, biz mənzil mülkiyyətçisi sayılırıq. Ona görə də MTK-nın özündən danışılsın. Dəyişilirsən, istəyəndə belə ondan razılaşdırmalıyıq. Aslında mən ən çox suallar ipoteka ilə bağlıdır. Mən istəyirəm elə bu yerdə bir çox izləyicilərimiz yazıblar. Yəni dövlət ipotekası limitləri nə vaxt açılacaq? Sonra 284 faizli ipotekamız nə qədər olacaq? Nə zaman açılacaqdır? Limitlər nə vaxt açılır? Ən çox sualımız istiqamətdə hörmətli izləyicilər. Diqqətə çatdırmaq istəyirəm ki, ipoteka kreditləşməsi ilə bağlı limitlərin ayrılması ilə bağlı ipoteka kredit zəmanət fondu olaraq biz əvvəlcədən mətbuat vasitəsilə, rəsmi internet saytımız vasitəsilə, eləcə də sosial media hesablarımızda vətəndaşları məlumatlandıracağıq və bununla bağlı biz ictimaiyyətə əlavə məlumatlar verəcəyik. Aslında bir sual da var. Salam, hər vaxtınız xeyir. Bu il hansı ərazilərdə, hansı ünvanlarda evlər təqdim olunacaq? Bu ildə, yəni qeyd etdiyimiz kimi, tələbənin asılı olaraq, yəni vətəndaş tələbənin asılı olaraq yeni ünvanlarda mənzillərin təklif olunması nəzərdə tutulur və artıq bilirsiniz ki, bu ilin əvvəlində Sumqayıt şəhər Sülh prospektində yeni mənzillər təklif olundu. Həmin mənzillərin rəsmiləşməsi tam başa çatdırılıbdır və bu proses bundan sonraki müddətdə davam ediləcək. Təbii ki, bu Bakı şəhərində də, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunda olan ərazilərdə yerləşən yaşayış komplekslərindən mənzillərin təklif olması nəzərdə tutulur. Əslində mənim bir sonuncu sualım da buydu ki, yəni həm media səhifələrimizdən, sosial media səhifələrimizdən, həm də ki,
və bizim 1549 əmlakədən müraciətlərimiz buydu ki, yəni 2000 hansı ərazilərdə seçmə yeni mənzillər təqdim olunacaq. Artıq biz 20 dəqiqədir ki, bu istiqamətdə söhbətini davam etdik və mənim sonuncu bir sualım var. Aslında mən yəni kirayə mənzillə bağlı ipoteka kreditindən ev almış şəxslər və yaxud da ki, 3 il bundan əvvəl kirayə mənzil almış ev, kirayə mənzil əldə eləmiş, müqavilə bağlamış insanlar yenidən kirayə mənzilə müraciət edə bilərlərmi? Mövcud qaydalara əsasən fondla kəskin kirayə müqaviləsi olması mümkündür. Yəni bu günlərin sizin hər hansı bir kirayə müqaviləniz varsa və yenidən müraciət edərək və yaxud da ipotekanız varsa, yəni bu sizə məhdudiyyət yaradır. Yenidən müraciət edərək ikinci kirayə müqavilənizi bağlaya bilərsiniz. Yəni üçüncü kirayə müqaviləsi olmaz. Tamamdır. Mövcud qaydalara əsasən kirayə müqaviləsi olar. Çox sağ olun Aslan müəllim. Təşəkkür edirik sizə də, izləyicilərə də. Hörmətli izləyicilər, biz Aslan müəllimlə birlikdə kirayə mənzil mexanizminin üstünlükləri, gözləntilərlə bağlı sualları cavablandırdıq. Əgər kimsə imkan tapıb canlı yayımızı izləyə bilmirsə, sonradan bizim Facebook səhifəmizdə bu canlı yayını təkrar izləyib suallara aydınlıq gətirə bilər. Təşəkkür edirəm. Sağ olun.